Xanım və həyat yoldaşı gördüyünüz körpəni sığınacağımıza gətirib, ana baxmadığı üçün onlar hardasa 3-4 aydır ki, bu körpəyə baxırlar. Ətraflı məlumatları isə özlərindən eşidək. Nətər oldu gətirdi ki, uşağı sizə? Uşağı mənim elə bir tanıdığım bir qız var, onun sayəsində belə həmin qızı tanıyıram, uşağın anasını. Bir gün zəng elədilər ki, uşağı harasa dayıya veribmiş Zığda. O da 3 gündən qalma yeməyi verib, uşağı zəhərləyib. Dedi ki, bəs xəstəxanaya apardıq, sənət olmadığına görə ilkin yardım göstərdilər, amma xəstəxanaya yatışdırmadılar. Götürdü, gəldi mənə. Uşaq mənə gələndə çox çəki cəhətdən çox zəif, çox halsız bir vəziyyətdəydi. Yəni gözdən belə aça bilmir. Müalicəsini evdə davam elətdirdim, öz evladımın həkiminə apardırdım. Ana da ki, yəni ayda ildə bir dəfə gəlir yanına. Həftədə 10 gündən bir həftədən bir. Məsəl üçün uşağın yeməyinin pulunu deyəndə dava ilə alırdım mən. Bu gün nə qədər yığdım, telefona cavab vermədi, gəlmir. Dünən əlim yığanda müdürü mənə bildirir ki, qadındır müdürü də, gecə klubunda işləyir. Müdür mənə bildirir ki, müdür mənə bildirir ki, səsdə, zəngdə gələ bilməz. Deyirəm ki, mən uşağının yanına çağırıram ananı. Siz necə icazə verməyə bilərsiniz ki, ana uşağının yanına gəlməsin? Budur ki, ana gedir salona, dırnağını düzəltdirir, saç qaynağı elətdirir. Mən ona məlumat verəndə ki, uşağın yeməyi yoxdur, uşağının yeməyinə pul göndərmir.